Salam aleykum dəyərli izləyicilər. Bugün Balakən rayonunun Hənifə icra nümayəndəliyinin Roçəhməd kəndindəyik. Gözəl bir torpaq sahəsinin təqdimatını etmək istəyirik. Yolun kənarında yerləşən torpaqdır. Yol qırağı belə gördüyünüz kimi kolla hasarlanıb. İçərisində belə bir vaqon yaşayış üçün var. Yolun qırağı sahibinin dediyinə görə həyətyanı torpaq sahəsidir. Təxmini hardasa 20-24 sotuqa yaxın həyətyanı torpaq sahəsi. Həyətyanı torpağın qıraq tərəfindən belə çay axır. Bu hissədə balıq gölü etmək arzusunda olanlar balıq gölü burada qura bilər. Bura həyətyanıdır. Həyətyanıdan sonra fındıq bağı başlayır. İzləyicilər, bax sizə dediyim fındıq bağı budur. Yəni həyətyanıdan gördüyünüz bax qabaq tərəfdə belə həyətyanıdır. Arxa tərəfi belə fındıq bağıdır. Təxmini burada 70-75 toma ağac, fındıq ağacları var. Ümumilikdə torpağın sotuğu 80-82 sotdur cəmi. Belə bir yerdə təsərrüfat üçün torpaq arzulayanlar bizimlə əlaqə saxlayıb geniş məlumat əldə edə bilərsiniz. Dəyərli izləyicilər, dinlədiyinizə görə sağ olun. Kanalımıza abunə olmağı unutmayın.